Salam hörmətli şagirdlər, hər birinizi xoş gördük. Artıq bildiyiniz kimi biz şans imtahanı üçün hazırladığımız birinci sınavın izahını çəkmişdik. İndi isə ikinci sınavın izahına baxacağıq. Bu sınavın izahları sizə dəstək məqsədi ilə çəkilir. Siz də öz növbənizdə kanala abunə olmağı və videonu bəyənməyi unutmursunuz. Birinci sualdan vaxt itirmədən başlayaq. Birinci sualda qeyd olunub ki, şəkildəki müstəvi güzgülərin üzərinə göndərilən X, Y, Z işıq şüalarından hansıları öz üzərindən geri qaydar. Baxın, qayda olaraq bilməlisiniz ki, işıq şüasının müstəvi güzgüdən geri qayıtması üçün şüa güzgü ilə 90 dərəcəli bucaq əmələ gətirməlidir. Məsələn, bax, mən burada bir dənə sizin üçün müstəvi güzgü qeyd elədim. Fərz edək ki, bu güzgüyə bir işıq şüası düşür. Və düşən işıq şüasının güzgü ilə əmələ gətirdiyi bucaq 90 dərəcədir. Onda bu şüa nə etməlidir? Öz üzərindən geri qayıtmalıdır. Bunu qayda kimi mütləq yadınızda saxlayırsınız. Gəlin hər bir şüanı indi biz analiz edək. Baxın, X şüası düşdükdə güzgü ilə 30 dərəcəli bucaq əmələ gətirib. Bir də qeyd edeyim ki, müstəvi güzgüdə simmetriya qanunları ödənir. Simmetriya qanunu nədir? Yəni, əgər bu güzgü, daha doğrusu şüa düşərkən güzgü ilə 30 dərəcəli bucaq əmələ gətiribsə, onda qayıdan şüada mütləq güzgü ilə hansı bucaq əmələ gətirməlidir? Həmən o 30 dərəcəli bucaq əmələ gətirməlidir. İndi burada fikir versəz, bu şüa güzgü ilə burada bir üç bucaq yaratdı. Üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcədir. Onda 60 bura, 30 bura, onda bura nə qədər qaldı? Bura qaldı 90 dərəcə. Fikir verin. İkinci güzgüyə düşən şüa güzgü ilə 90 dərəcəli bucaq əmələ gətirdi. Onda o şüa nə etməlidir? Mütləq öz üzərindən geri qayıtmalıdır. Demək, bu şərtimiz X şüasında ödəndi. Gəlin Y şüasına baxaq. Y şüası da indi gəlin görə güzgü ilə hansı bucaq əmələ gətirir? İndi fikir verin. Bu səthin normaldır. Bu bucaq 90 dərəcədir. Bunun 30 dərəcəsi burada qalıb. Yəni şüa ilə normal arasında qalıb. Onda demək şüa ilə güzgü arasında qalan bucaq nə qədər olacaq? 60 dərəcə olacaq. Yenə simmetriya qanunlarına əsasən, onda Y şüası da güzgüdən qayıtdıqdan sonra şüa ilə güzgü arasında qalan bucaq 60 dərəcə olmalıdır. İndi yenə eyni qaydanı tətbiq edirik. 30 bura, 60 bura, onda bu bucaq nə qədər qaldı? 90 dərəcə qaldı. Demək, bu bucaq olub 90 dərəcə. İndi burada yenə şüa güzgü ilə 90 dərəcəli bucaq əmələ gətirdiyindən şüa nə edir? Öz üzərindən geri qayıdır. Bax, bu şəkildə. Demək, bu şərt Y şüası üçün ödəndi. Z şüasına baxaq. İndi bu bucaq 50 dərəcədirsə, onda şüa ilə güzgü arasında qalan bucaq 40 dərəcə olmuş olar. Yenə şüa ilə güzgü arasında qalan bucaq 40 dərəcədirsə, onda şüa qaydandan sonra da güzgü ilə 40 dərəcəli bucaq əmələ gətirməlidir. Yenə fikir verin. 50, 40, onda bu bucaq nə qədər qaldı? 90 dərəcə qaldı. Demək, bu şüada nə etməlidir? Öz üzərindən geri qayıtmalıdır. Z üçün də şərtimiz ödəndi. Demək, bunların hər birində şüalar öz üzərindən geri qayıdacaqdır. Düzgün cavab Y variantı. Növbəti suala keçid alırıq. Hündürlükləri eyni olan, eyni maddədən hazırlanmış X, Y, Z cisimlərinin yerə göstərdiyi təzyiqləri müqayisə edin. İndi burada şagirdlər bir səhvə yol verirlər. Bu sualı mən xüsusilə hazırlamışam ki, öyrədici sualdır deyə. Bərk cisimlərin təzyiqi bildiyiniz kimi P bərabərdir F bölünsün S düsturu ilə tapılır. Burada şagirdlər deyir ki, təzyiq bu en kəskin sahəsi ilə oturacağın sahəsinin tərs mütənası basılıdır. Burada sahələri əlaqələndirirlər. Sahəsi böyük olanın təzyiqini kiçik götürürlər. Amma bunu biz o halda edə bilərik ki, burada bu cisimlərin kütlələri eyni olsun. Yəni, qüvvələr, təzyiq qüvvəsi eyni olsun ki, biz təzyiqlə sahənin tərs mütənası basılığına baxa bilək. Amma burada kütlənin eyni olduğu ilə bağlı bizə heç bir məlumat verilməyib. Onda biz nə etməliyik? Biz bu ifadəni sadələşdirməliyik. Qeyd edeyim ki, buradakı F təzyiq qüvvəsidir. Təzyiq qüvvəsi yadınızda saxlayın, həmişə səthə perpendikulyar yönələn qüvvədir. Burada da elə səthə perpendikulyar yönələn qüvvə cisimlərin ağırlıq qüvvəsidir də, mg'dir. İndi mən ümumi halda yazacağam. Onda təzyiq qüvvəsinin yerinə nə yazırıq? Mg böl S bərabərdir. Digər tərəfdən cisimlərin kütləsi ρV ilə təyin olunur düstur olaraq. Onda mən M-in yerinə yazıram ρV vurulsun J var yuxarıda, bir də bölünsün S var. Və bildiyiniz kimi düzgün fiqurların da həcmi SH düsturu ilə tapılır. Onda mən V-nin yerinə gətirib SH qoyacam. Olacaq ρ vurulsun S vurulsun H vurulsun J bölünsün S. S-lər hər tərəfdən gedir. Onda biz ümumi halda düzgün fiqurların təzyiqi üçün ρ, J, H düsturunu almış oluruq. Baxın, bunu mütləq yadınızda saxlayırsınız.
Düzgün fiqurların həcmi ROJH düsturu ilə hesablanacaqdır həmişə. Bunu biz isbat elədik, amma siz vaxt itməsin deyə birbaşa bax bu düsturdan istifadə edə bilərsiniz. Gəlin məsələni yenidən oxuyaq. Qeyd edib ki, hündürlükləri eyni. Yəni burada hər bir cismin hündürlüyü eynidir. Eyni maddədən söhbət gedirsə, onda bunların sıxlıqları da eynidir, sərbəst düşmə təcili eynidir. Onda təzyiqin bərabər olduğu bütün kəmiyyətlər eyni olduğundan, onda bu cisimlərin yaratdığı təzyiqlər nə olmalıdır? Bərabər olmalıdır. Onda tez qeyd edirsiniz, Px bərabərdir Py, o da bərabərdir Pz. Cavab Y variantı. Keçdik növbəti suala. Sualı yəqin ki, biraz uzun gedəcək. Burada bizi yer eləyək sualı yazmaq üçün. Aha. Şərtimizi oxuyuruq. Havadakı çəkisi 90 Newton olan cismin, onda tez qeyd edirsiniz ki, havada çəki P0 ilə tapılır da. Tez qeyd edirsiniz ki, P0 90 Newtondur. Cismin X mayedəki çəkisi 50 Newton, Y mayedəki çəkisi isə 60 Newtondur. Buna əsasən mayələrin sıxlıqları nisbətini bizdən tapmaq istəyir. Uşaqlar, bilirsiniz ki, hər hansısa bir cismin mayedəki çəkisinin düsturu nədir? Mayedəki çəkisinin düsturu P bərabərdir, P0 çıxılsın, F Arximet düsturu ilə təyin olunur. Yəni, hər hansısa bir cismin mayedəki çəkisinə P deyirik və həmən çəki sükunətdəki çəkidən Arximet qüvvəsi qədər az olur. İndi gəlin, bu düsturu biz sadələşdirək. Burada P0 sükunətdəki çəkidir. Onda biz P0-ın yerinə mc yazırıq. Çıxılsın. Arximet qüvvəsinin düsturu Romayı V batan J'dir. Mən yazıram Romayı V vurulsun J. Çünki cisim mayenin daxilində olanda onun bütün həcmi mayeyə batdığından da birbaşa ilə bütün həcmini burada nəzərə alırıq. Burada başqa nə sadələşdirmə apara bilərik? Yenə bayaq yazdıqda düstur. M bərabərdir rho vurulsun V. Buradan V-ni tapsaz V nəyə bərabər olacaq? M bölünsün rho-ya bərabər olacaq. Onda rho cisim qeyd eləyək qoy bunu. Çünki cismin həcmini açdıq burada. MJ-ni olduğu kimi saxladınız. Çıxılsın. Romayı vurulsun. Həcmin yerinə yuxarıdakı ifadəni yazacaqsınız. Olacaq M bölünsün rho cisim. Vurulsun J. Fikir verirsinizsə, bu ifadədə ifadənin hər biri üçün ortaq olan vuruq nədir? MJ-dir də. Onda biz MJ-ni mötərizə xaricinə çıxarda bilərik. Gəlin MJ-ni mötərizə xaricinə çıxardaq. Onda mayedəki çəki üçün belə bir düstur alırıq. P bərabərdir. MJ vurulsun. 1 çıxılsın. Romayı bölünsün rho cisim. Bax, yuxarıdakı ifadədən aldıq. İndi bu aldığımız ifadəni kitablarda hazır düstur kimi verilir. Amma mən bunu çıxarılışla verdim ki, nə vaxtsa unutsaz, bax, bunun çıxarılışı çox sadə şəkildə ifadə olunur. İndi burada, bax, biz aldığımız bu ifadəni həm X mayesi üçün, həm də Y mayesi üçün gəlin tətbiq edək. X mayesi üçün tətbiq etsəm yazarıq. Px bərabərdir. İndi MJ-nin də yerinə P0 qoya bilirik də, çünki onsuz da sükunətdəki çəkidir. Olacaq P0 vurulsun. 1 çıxılsın. Rho X bölünsün rho cisim. Nəyə görə rho X yazdım? Çünki X mayesi üçün yazdıq axı düsturu. Bir də Y mayesi üçün gəlin yazaq. Onda Y mayesi üçün yazsaq, olacaq Py bərabərdir. P0 vurulsun. 1 çıxılsın. Rho Y bölünsün rho cisim. Bax, bu şəkildə. İndi burada gəlin sadələşdirmə aparaq. Yəni, qiymətləri yerinə qoyaq. X mayesindəki çəkisi şərtdə bizə verib ki, 50 Newtondur. Onda Px-in yerinə nə qoyursunuz? 50 Newton. Bərabərdir. P0 90 Newtondur. 1 çıxılsın. Rho X bölünsün rho cisim. İndi buradan gəlin hesablama aparaq. Olacaq 5 bölünsün 9. Bərabərdir 1 çıxılsın. Rho X bölünsün rho cisim. Buradan rho X-i tapsaq, hətta bax belə yazaq da. Rho X bölünsün rho cisim. Bərabər olacaq 1 çıxılsın 9-da 5. Etdi nə qədər? 9-da 4. Onda buradan biz rho X-i tapsaq, çarpaz vursaq. Rho X olacaq 4 rho cisim bölünsün 9. Gördünüz mü? Buradan X mayesinin sıxlığını biz tapdıq. Bax, bu düsturdan. Bunu yadımızda saxlayırıq. İndi isə Y mayesi üçün yazdığımız ifadəni sadələşdirməliyik. Yuxarıda baxırıq ki, Y mayesindəki çəkini 60 Newton verib. Onda P-in yerinə qoyursunuz 60. Olur 60 bərabərdir. P0 yuxarıda qeyd eləmişdik 90 Newtondur. Oldu 1 çıxılsın, rho Y bölünsün rho cisim. Eyni şəkildə buradan da rho Y təyin eləsək, onda olacaq 6 böl 9. 3-ü aparsaq, olacaq 2 bölünsün 3 bərabərdir 1 çıxılsın, rho Y bölünsün rho cisim. Buradan rho Y tapsaq, rho Y bərabər olacaq 3-də 1 rho cisim. Yəni rho cisim bölünsün 3. Bax, gördünüzmü? Y cisminin sıxlığı üçün də biz burada ifadə aldıq. Şərtdə bizdən nə istəyir? Şərtdə bizə deyir ki, rho X bölünsün rho Y nisbətini tap. Onda aldığımız ifadələri gəlin bölək də bir-birinə.
Oldu rho x bölünsün rho cisim. Bərabər olacaq. Rho x-in almışdıq ki, 4 rho cisim bölü 9'dur. Vurulsun. Rho x bölü rho y üzr istəyirəm. Rho y-in də almışdıq ki, rho cisim bölünsün 3'dür. Onda 3 qalxdı yuxarı. Aşağıda qaldı rho cisim. Bunlar getdi. 3 ilə bu getdi. Burada qaldı 3. Onda biz bu nisbəti 4 bölünsün 3 şəklində almış olduq. 4 bölünsün 3 hansı cavabdadır? Cavab C variantı. Bax, gördünüzmü? Maraqlı və öyrədici sual. Keçid alaq növbəti suala. 4-cü sual. İdeal qaz izobar olaraq qızdırıldıqda qazın gördüyü iş 200 joule olduqda qaza verilən istilik miqdarı nə qədər olar? Ümumiyyətlə, izobar proses gördünüzsə, bir şey bilməlisiniz ki, izobar prosesdə sistemə verilən istilik miqdarının 0,4 hissəsi qazın gördüyü işə sərf olunur. 0,6 hissəsi isə daxili enerjinin dəyişməsinə sərf olunur. Bax, bunu mütləq yadda saxlamalısınız. İndi burada onda, bax, bu ifadə var ha, A-4 bərabər 0,4 küp. Biz bundan istifadə edəcəyik. Çünki görülən iş bizə məlumdur, qazın gördüyü iş. Onda siz, bax, bu ifadədən 0,4 künü nəyə bərabər eləməlisiniz? 200 joule bərabər eləməlisiniz. Çünki o qədər iş görülür, baxın. Onda buradan künü hesablasaq, 200 0,4'ə bölsəniz edər nə qədər? 500 joule. Cavab oldu A variantı. Keçid alaq növbəti suala. 4 bəli 5-ci sual. Şaqili müstəvidə ipdən asılmış eyni kütləli KLM maqnitləri səth üzərində eyni kütləli maqnitlər ilə maqnitlərin təsiri tarazlıqdadır. Buna əsasən iplərdəki gərilmə qüvvələrini müqayisə edin. Ümumiyyətlə, bu tip suallarda bütün tarazlıq məsələlərində siz cismə nə qədər qüvvə tətbiq olunub onu göstərməlisiniz. Bax, gəlin göstərək. Birincisinə yuxarı istiqamətdə bunun ip gərilməsi dartır. Buna dedik TK. İkinci maqniti də eyni şəkildə yuxarı doğru ip gərilməsi dartır. Buna dediniz TL. Üçüncünün də yuxarı doğru ip gərilməsi dartır. Bu da TM-dir. Şərti oxuyursunuz ki, eyni kütləli maqnitlərdən söhbət gedir. Onda bu maqnitlərin hər birinə aşağı doğru MG qüvvəsi təsir göstərir. Çünki kütlələri eynidir axı. Bax, buna da aşağı doğru MG qüvvəsi təsir göstərir. Buna da MG qüvvəsi təsir göstərir. Buna da MG qüvvəsi təsir göstərir. Düzdürmü? Bunları qeyd elədiniz. Bir də əlavə olaraq aşağıda bu hər bir maqnitin aşağısında maqnitlər qoyulub. Bilirsiniz də maqnitlər bir-birini ya itəliyə ya da cəzb eləyə bilər. Gəlin görək hansı maqnitlər bir-birini itələyir, hansı maqnitlər bir-birini cəzb edir. Gəlin ona baxaq. Qayda olaraq yadınızda saxlayın ki, maqnitin eyni adlı qütbləri bir-birini itələyir, əks adlı qütbləri bir-birini cəzb edir. Gəlin baxaq. Onda fikir verin. Bu birinci maqnitlərin qütbləri eyni adlıdır. Onda aşağıdakı maqnit tərəfindən yuxarıdakı maqnitə yuxarı istiqamətdə bir F qüvvəsi tətbiq olunacaq. Yəni bu nə deməkdir? Yəni bu maqniti aşağıdakı maqniti yuxarı itələməyə çalışacaq. Yuxarı istiqamətdə F qüvvəsini burada qeyd elədiniz. İkinci maqnitə baxaq. İkincidə bunların qütbləri nədir? Əks adlıdır. Onda aşağıdakı maqnit yuxarıdakı maqniti özünə çəkməyə çalışacaq. Yəni yuxarıdakı maqnitə aşağı doğru bir F qüvvəsi təsir göstərəcək. Eyni şəkildə üçüncü maqnitdə də bunların bir-birinə baxan qütbləri əks adlı olduğundan yenə burada aşağıdakı maqnit yuxarıdakı maqniti nə edir? Özünə cəzb edər. Yəni yuxarıdakı maqnitə aşağı doğru bir F qüvvəsi təsir göstərmiş olacaq. Bax, qüvvələrin hamısını göstərdik. Onda gərilmələri rahat müqayisə edə bilərik. Gərilməni necə müqayisə edirik? Baxın, əgər bu maqnitlər tarazlıqda qalıbsa, onda yuxarı baxan qüvvələrin cəmi ilə aşağı baxan qüvvə tarazlaşmalıdır da, düzdür? Onda demək tarazlıq şərtinə görə birinci maqnit üçün yazacaqsınız ki, yuxarı baxan qüvvə hansıdır? F-lə TK-dır da. Onda siz birinci maqnit üçün yazacaqsınız ki, TK plus F bərabərdir. Nə ilə tarazlaşıb? MG ilə tarazlaşıb. Onda bunu bərabər elədiniz MG-yə. Buradan TK-nı tapsaz, TK bərabər olacaq. MG çıxılsın F. Gördünüzmü? K üçün gərilmə qüvvəsini burada hesabladıq. Gəlin indi ikinci maqnit üçün hesablayaq. Bu dəfə artıq aşağı baxan F-lə MG-dir. Yuxarı baxan TL-dir. Onda yuxarı baxan qüvvə nə etməlidir? Aşağı baxan qüvvələrin cəminə bərabər olmalıdır da tarazlıqda qalmaq üçün. Onda da burada yazacaqsınız TL bərabərdir F ilə MG-nin cəminə. F plus MG. Bunu da ifadə elədik. Növbəti maqnitə baxaq. Növbəti maqnitdə yenə M ipindəki gərilmə qüvvəsi yuxarı baxır, F ilə MG aşağı baxır. Onda bu dəfə nə edirsiniz? Bu dəfə də yazırsınız TM bərabərdir aşağı baxan qüvvələrin cəmi, yəni F plus MG. Gördünüzmü? Hər ipdəki gərilmə qüvvəsi üçün biz ifadəni aldıq. İndi fikir verin. L-dəki gərilmədə F ilə MG-nin cəmidir. M-dəki gərilmədə F ilə MG-nin cəmidir. Onda bu gərilmələr nədir? Bir-birinə bərabərdir.
onda tez yazırsınız TL bərabərdir nəyə? TM-ə. Amma K-dakı gərilmə mg çıxılsın F-dir. Yəni burada F-lə mg-ni toplayırsan, burada amma çıxırsan. Hansında kiçik olar? Demək K-dakı gərilmə daha kiçikdir də. Demək bu ifadələr də nədir? K-dakı gərilmədən böyükdür. TL bərabər TM, o da böyükdür. TK cavab D variantı. Baxın, gördünüzmü? Öyrədici və maraqlı sual. Keçin növbəti suala. Müstəvi hava kondensatorlar batareyası yüklənərək mənbədən ayrılmışdır. S1 kondensatorunun lövhələri arasındakı məsafə 2 dəfə azaldıqda nə baş verər? Enerji necə dəyişər? Baxın, bu yüklənərək mənbədən ayrılmışdır sözlə mütləq nə etmək lazımdır? Diqqət eləmək lazımdır. Yüklənərək mənbədən ayrılmış o deməkdir ki, qoy burada biz yer eləyək. Yüklənərək mənbədən ayrılmış o deməkdir ki, yəni bu kondensatorların yükü artıq sabitdir. Çünki yüklənib ayrılıb da əlavə yük yoxdur axı. Onda yükü sabit qəbul etməlisiniz. Enerjini, indi elektrik sahəsinin enerjisi üçün ifadələri yazırıq. Bilirsiniz, əlavə məlumat olaraq qeyd edeyim ki, kondensator özündə həm yük toplayır, həm də elektrik sahəsinin enerjisini özündə toplayır. İndi həmən o enerjinin düsturları hansılardır? Tez yazırıq ki, biri Q kvadratı bölünsün 2S-dir. Biri SU kvadratı bölünsün 2-dir. Biri də Q vurulsun U bölünsün 2 ilə tapılır. İndi sual ortaya çıxır ki, mən bu kondensatorun enerjisinin necə dəyişdiyini tapmaq istəyirəmsə, hansı düsturdan istifadə etməliyəm? Artıq onun üçün əlimizdə sabit olan kəmiyyəti biz bildikdən sonra həmən sabit kəmiyyətin yer aldığı düsturdan istifadə etmək lazımdır ki, məsələni daha rahat həll edə biləsiniz. Bizdə gərginlik haqqında heç bir məlumat olmadığından bu düsturları atdınız getdi. Bunlar bizə lazım deyil. Amma fikir verin, Q-nün sabit olduğu məlumdur. Q-nü seçdim. Kondensatorların tutumları da məlumdur şərtdən görürəm. S-ni də seçdim. Onda demək bu düstur daha əlverişlidir də istifadə etmək, düzdürmü? Onda o düsturu mən seçirəm və sadələşdirmə aparacağıq burada. Enerjinin ifadəsi nədir? Q kvadratı bölünsün 2S-dir. O da bərabərdir. Q kvadratı olduğu kimi qaldı. Müstəvi kondensatorun tutumu necə tapılır? Epsilon 0 S böl D. D nə oldu? D qalxdı yuxarı. Düzdür? Çünki burada məsafənin azalmasından söhbət gedir axı. İndi deyir ki, lövhələr arasındakı məsafə 2 dəfə azalıb. Gəlin baxaq. İndi burada məsafəni 2 dəfə azaltmışsınızsa, onsuz da Q sabitdir, S sabitdir. Bunlar hamısı sabitdir. Məsafə 2 dəfə azalıbsa, enerji axı məsafə ilə düz asılıdır, düsturdan da göründüyü kimi. Onda bu nə olmalıdır? 2 dəfə azalmalıdır. Birinci kondensatorun enerjisi 2 dəfə azalar. Keçdik ikinci kondensatorun enerjisinə. Düsturu bayaq nə aldıq? Yazdıq ki, enerji sadələşdirmə apardıq. Dedik Q kvadratı vurulsun D, bölünsün 2, epsilon 0 S-dir də. Düzdürmü? İndi burada uşaqlar fikir verin. Biz nəyi azaltmışdıq? Biz birinci kondensatorun lövhələri arasındakı məsafəni azaltmışdıq. İkinci kondensatora heç nə etməmişik. İkinci kondensatorun lövhələri arasındakı məsafə sabitdir. Onun yükü sabitdir, yüklənib ayrılıb. Sahəyə heç nə etməmişik. Elektrik difuzluğu, elektrik sabit. Onsuz bunlar hamısı sabitdir. Onda demək ikinci kondensatorun enerjisi nə olar? Dəyişməz. Çünki orada heç bir dəyişikliyi biz aparmadıq. Cavab oldu A variantı. Keçdik növbəti suala. 7-ci sual. Qoy burada yenə 7-ci sual üçün biz yer açaq ki, yaza bilək. Aha. Bircins elektrik sahəsinə daxil olan yüklü zərrəciyin potensial enerjisinin onun keçdiyi potensiallar fərqindən asılı qrafiki verilmişdir. Bu zərrəcik sahəyə hansı istiqamətdə daxil olur və hansı zərrəcikdir? Onu bizdən soruşur. Gəlin baxaq. İndi burada fikir verin. Potensial enerjinin qrafiki, daha doğrusu potensial enerjinin gərginlikdən asılı qrafiki verilir. Düzdür? Və söhbət elektrik sahəsindən gedir. Elektrik sahəsində bildiyiniz kimi sahənin gördüyü iş nəyə bərabərdir? Əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Bunu siz bilirsiniz. İndi buradan nəyə diqqət eləmək lazımdır? Buradan uşaqlar potensial enerji nə olub? Artıb da qrafikdən görürsünüz. Düzdür? Onda potensial enerji artıbsa, demək bu potensial enerjinin dəyişməsi nədir? Müsbətdir də. Çünki artıb axı. Artma demək dəyişmənin müsbət olması deməkdir. Onda fikir verin. Qarşıdakı mənfiyə görə, onda demək görülən iş nə olub? Demək sahənin gördüyü iş mənfi olub da. Çünki müsbəti mənfiyə vursan nə verir? Mənfi verir. Onda tez buradan qeyd edirsiniz ki, elektrik sahəsinin gördüyü iş nə olub? Mənfi olub. Yəni sıfırdan kiçik olub. Bunu mütləq qeyd eləmək lazımdır. Sonra artıq bunu nə edirik? Bu düsturu biz tətbiq edə bilərik. İndi burada elektrik sahəsinin gördüyü iş mənfi olduğundan mənfini atırsan işin qabağına. Olur mənfi A bərabərdir.
mənfi delta Y potensial. Dəyişməni necə ifadə edirik? Potensial enerjinin son qiymətindən potensial enerjinin başlanğıc qiymətini çıxırsınız da. İndi burada qrafik hardan başlayıbsa, o potensial enerjinin başlanğıc qiymətidir. Başlanğıc qiyməti 40 elektron voltdur. Bu da son qiymətidir də, bu 80. Çünki gərginlik 20 olanda enerji 80 olub. Onda potensial enerjinin son qiyməti nə qədərdir? 80 elektron voltdur. Bunu tez qeyd elədiniz. İndi burada nə edirik? Son qiymətdən başlanğıc qiyməti çıxırıq. Yəni mənfiləri atırsız gedir. Mənfilər nə oldu? Getdi ixtisar. Onda buradan iş nəyə bərabər oldu? Son qiymət çıxılsın başlanğıc qiymət. Yəni 80 elektron voltdan biz 40 elektron voltu çıxırıq. Demək buradan iş üçün biz aldıq ki, iş nə qədər olub? İş 40 elektron volt olub. Digər tərəfdən elektrik sahəsində görülən iş bilirsiniz ki, Q vurulsun U düsturu ilə təyin olunur. Q-unu onda nəyə bərabər edirsiniz? 40 elektron volta. Gərginlik nə qədər olub? 20 volt olub da. Onda gərginliyi yerinə gətirib qoyursunuz, Q vurulsun 20 volt. Bərabərdir nəyə? 40 elektron volta. İndi fikir verin buradan. Bunlar getdi, voltlar getdi. 40-ı 20-yə böləndə 2 qalır da. Onda buradan demək tapdıq ki, həmən zərrəciyin yükü 2 dənə elementar yükə bərabər imiş. Bax, bunu tapdınız. İndi yükü 2 dənə elementar yükə malik olan zərrəcik hansıdır? Təbii ki, alfa zərrəcikdir. Tez buradan qeyd edirsiniz ki, alfa zərrəcik. Alfa zərrəcik helium nüvəsinin selindən ibarətdir. Yəni, helium 2-nin 4-dədir. Düzdürmü? Bax, həqiqətən də fikir verim. Həmişə yuxarı hissə bizə kütlə ədədini verir, aşağı hissə yük ədədini verir. Həqiqətən də heliumun yük ədədi nədir? 2-yedir də, yəni 2 dənə elementar yükə malikdir. Demək, zərrəcik heliumdur. Burada proton deyir, protonu attın. Proton deyir, protonu attın. Sonra, burada da elektron deyir, elektron da attın. Artıq 2 dənə cavab arasında qalmışıq, B və C. İndi bu dəfə nə etməliyik? Deyir, bu alfa zərrəcik hansı istiqamətdə sahəyə daxil olmalıdır? Özdə söhbət bircins sahədən gedir. Burada tez bircins elektrik sahəsini qeyd edirsiniz. Bilirsiniz də, bircins elektrik sahəsinin intensivlik xətləri bir-birinə paraleldir. İndi burada alfa zərrəciyin yükü müsbətdir də. Bir dəqiqə. Yükü müsbətdir. Müsbəti burada qeyd elədiniz. Düzdür? Və bilirsiniz ki, intensivlik xətləri həmişə müsbətdən çıxır, mənfiyə daxil olur. Bunları da qeyd elədiniz. İndi gəlin baxaq. Fikir verin. Müsbət. Fikir verin. Müsbət yüklü zərrəciyə sahə tərəfindən hansı istiqamətdə qüvvə təsir edər? İndi gəlin onu tapaq. Müsbət nə edir? İtəliyir də, düzdür? Onda demək bu alfa zərrəciyinə sahə istiqamətində bir F qüvvəsi təsir göstərdi. Düzdür? İndi fikir verin. Görülən işin mənfi olması o deməkdir ki, demək bu zərrəcik yavaşlayan hərəkət edib də. Çünki işin mənfi olması, əgər hər hansısa bir sahə mənfi iş görürsə, demək orada zərrəciyin sürətini azaltmağa çalışır da, mənfi iş görür, düzdür? Onda demək, burada zərrəciyin sürəti bu F qüvvəsinin əksi istiqamətində olmalıymış. Çünki fikir verin, bu sola getmək istəyir, amma qüvvə bunu sağa doğru dartır. Yəni, qüvvə onu yavaşlatmağa çalışır, mənfi iş görür. Bax, fikir ver, qaydamız ödəndi. Demək, burada alfa zərrəcik intensivlik xətlərinin əksi istiqamətində sahəyə daxil olub. Baxın, fikir verin, əksi istiqamətində sahəyə daxil olan alfa zərrəcikdir. Cavab C variantı. Bu sual nisbətən çətin tiplidir, mən sizlə razıyam. Amma biz baxın, bir sualda neçə addım atmış olduq. Yəni, neçə, belə deyək, çoxlu nəzəriyyəni burada biz təkrar etmiş olduq. Bu da 7-ci sualın izahı idi. Keçək növbəti 8-ci suala. Riyazi rəqqasın rəqs tezliyini azaltmaq üçün aşağıdakılardan hansı edilməlidir? Tez riyazi rəqqas üçün, tezliyi üçün düsturu bura daxil eləmək lazımdır. Yazırsınız 1 bölünsün 2 pi kökün altında, J bölünsün L. Düzdürmü? İndi fikir verin. Riyazi rəqqasın tezliyini deyir azaltmaq üçün. Fikir verin, tezliyi azaltmaq üçün uzunluğu artırmalısan, çünki tərs mütənasib asılıdır. Əvəzinə sərbəst düşmə təcilini nə etməlisən? Sərbəst düşmə təcilini də azaltmalısan. Gəlin baxaq. Dedik, uzunluğu nə etmək lazımdır? Artırmaq lazımdır. Birincidə deyir, ipin uzunluğunu artırmaq. Bəli, düzgün fikirdir. Üçüncüdə deyir, sərbəst düşmə təcilini daha böyük olan mühitə aparmaq. Amma biz demişdik ki, sərbəst düşmə təcilini azaltmaq lazımdır. Burada amma deyir ki, daha böyük mühitə aparmaq. Bu səhvdir. İpin ucuna bağlanan cismin kütləsini artırmaq, bu da səhvdir. Oldu cavab A variantı, yalnız 1. Çünki yadınızda saxlayın, riyazi rəqqasın tezliyi riyazi rəqqasdan asılmış cismin kütləsindən asılı deyil. Nəyə görə asılı deyil? Ona görə asılı deyil ki, riyazi rəqqasın düsturunda kütlə yer almır. Kütlə yaylı rəqqasın tezliyinin düsturunda yer alır. Hansı ki, nü bərabərdir 1 bölünsün 2 pi vurulsun kökün altında.
K bölünsün M-lə tapılırdı. Bəli, əgər söhbət yaylı rəqqasından getsəydi, biz kütlədən asılıq götürərdik. Amma riyazi rəqqasın tezliyində, daha doğrusu tezliyinin düsturunda kütlə yer almadığından onun tezliyi kütlədən asılı deyil. Bax, bunu qarışdırmayın ha. Bu da belə maraqlı sual. 8-ci sual. Keçdik 9-cu suala. Kütləsi 5 kiloqram olan qurğuşunun temperaturu aldığı istilik miqdarından asılıq qrafiki verilmişdir. Qurğuşunun xüsusi ərimə istiliyini hesablayın. Gəlin hesablayaq. Burada fikir verirsinizsə, qurğuşunun birinci temperaturu artırılıb. Düzdür? Artırılıb. Sonra nə olub? Temperaturu sabit qalıb. Sonra yenə bunun temperaturu artıb. İndi gəlin bu qrafiki biz analiz edib başa düşməyə çalışaq. Baxın, qurğuşunu əritmək üçün birinci qurğuşunun temperaturunu artırmaq lazımdır da. Düzdür? Onda bu temperaturun artdığı hissədə qurğuşun neyini qızır. Düzdür? Və əlavə məlumat olaraq mən qeyd edeyim ki, aqreqat halının dəyişdiyi bütün proseslərdə həmişə yadınızda saxlayın, temperatur sabit qalır. Onda demək temperaturun sabit qaldığı hissədə qurğuşun neyini əriyib də. Onda demək tez bura qeyd edirsiniz ki, qurğuşun əriyir. Qurğuşun əriyir, artıq mayeyə çevrilir. Bu dəfə maye başlayır neynəməyə? Qızmağa. Onu heç qeyd eləmədim, o bizə lazım deyil. İndi gəlin baxaq. Qurğuşunu qızdırmaq üçün ona nə qədər istilik vermək lazımdır? Ona məsələn Q1 desək, ona birinci halda Cm delta T qədər istilik miqdarı vermək lazımdır. Gəlin bunu hesablayaq. C'ni 140 verib, qoyursunuz yerinə 140 vurulsun. Qurğuşunun kütləsini 5 kiloqram verib. Tez əvəzlədim burada. 5 vur. Temperatur dəyişməsi nə qədərdir? 27-dən 427-yə gəlib də. Bunları bir-birindən çıxsaz edəcək 400. Temperatur dəyişməsində 400 tapdınız. Bərabərdir. İndi bunu bir dənə hesablayırıq. Demək, 14-ü 5-ə vursanız 50, 70, 7, 4-ün haradasa burada 280 kilojoule elədir. Burada etdi 280 kilojoule. Demək, qurğuşunun temperaturunu artırmaq üçün ona verilən istilik miqdarını tapdıq nə qədərdir? 280 kilojouledur. Düzdür? Bizdən isə xüsusi ərimə istiliyi soruşur. Xüsusi ərimə istiliyini biz necə ifadə edə bilərik? Baxın, burada qurğuşunu əritmək üçün bəs ona nə qədər istilik miqdarı verilməlidir? Həmən istilik miqdarına Q2 desək, ona ərimə istiliyi qədər istilik miqdarı verilməlidir. Yəni, liam-dm qədər istilik miqdarı verilməlidir. Bunu da bərabər edirsiniz. İndi qurğuşun hansı hissədə əriyib? Temperaturun sabit qaldığı hissədə. Temperaturun sabit qaldığı hissədə istilik miqdarının dəyişməsi nə qədər olub? 280-dən 450-yə gəlib də. Nə qədər istilik miqdarı verilib? 450 çıxılsın 280 kilojoule qədər. Nə qədər eləyir? Eləyir. Demək, 20, 120, 170. Demək, buna 170 kilojoule istilik miqdarı verilib. Qurğuşunun kütləsi 5 kiloqram idi. Onda yazırsınız, liam da vurulsun 5 bərabər 170. Liam da bərabərdir 34 kilojoule bölünsün kiloqram. Cavab C variantı. Keçdik növbəti suala. Aşağıdakı xüsusiyyətlərdən hansı elektromaqnit dalğalarına aid deyil? Elektromaqnit dalğalarında enerji daşınır. Düzdür? Çünki elektromaqnit dalğaları fəzada elektrik və maqnit sahəsinin yayılmasıdır da. Bu sahələr yayılanda təbii ki, enerji daşınır. Elektromaqnit dalğası mexaniki dalğadan fərqli olaraq, bəli, vakuumda yayılır. Bu da düzdür. Vakuumda işıq sürəti ilə yayılırlar, bəli, hansı ki demişdik, işıq özü elektromaqnit dalğasıdır. Mühitdə yayılırlar, bəli, həm mühitdə, həm vakuumda yayılırlar. Amma elektromaqnit dalğası uzunluğa dalğa deyil. Cavab burada B variantıdır. Yəni, bu yanlış fikirdir. Elektromaqnit dalğası yadınızda saxlayın, yalnız eninə dalğadır. O mexaniki dalğa idi ki, biz deyirdik ki, mexaniki dalğalar iki cür olur. Uzunluğa və eninə. Amma burada elektromaqnit dalğası yalnız eninə dalğadır. Ona görə onu biz səhv götürdük. 11-ci suala baxırıq. Gəlin baxaq. Hansı ifadələr doğrudur? Sxemi verilmiş dövrədə mənbənin qütblərinin yeri dəyişdikdə nə baş verər? Gəlin biz qəbul edək ki, mənbənin qütblərinin yeri hələ dəyişməyib. Ona görə dövrənin birinci halda ümumi müqavimətini tapaq. Ona dedim R1. R1 bərabərdir. Baxın, dövrəyə yarımkeçirici diod qoşulur. Bilirsiniz ki, yarımkeçirici diod cəryanı bir tərəfli keçirir. Yəni, yalnız cəryanı bir istiqamətdə buraxır. Bəs hansı istiqamətdə buraxır? Yadınızda saxlayın. Yarımkeçirici diod cəryanı həmişə iti ucu istiqamətində buraxır. Bunun iti ucu sağa baxdığından bu cəryanı ancaq sağa buraxmalıdır. Gəlin baxaq. Və bilirsiniz ki, şərti olaraq qəbul olunmuşdur ki, cəryan həmişə müsbət qütbdən verilir. İndi fikir verin. Müsbətdən gələn cəryan, bəli, gəlib həm aşağı qoldan keçir, həm də yuxarı qoldan keçib gedib mənfi qütbə birləşdi.
Demək dövrə çalışır. Birinci halda problemimiz yoxdur. Onda birinci halda ümumi müqaviməti tapsaz, aşağı qol bir-birinə ardıcıl birləşib, aşağı qolun ümumi müqaviməti ardıcılda toplayırsınız. Elədi 2 yer. Düzdürmü? Bu 2 yerlə də 2 yer bir-birinə paralel birləşib. Paralel birləşmədə də müqavimətlər eyni olanda sayına bölürdünüz də. Onda birinci halda ümumi müqavimət olacaq 2 yer bölünsün 2 er. Düzdür? İkinci halda gəlin görək nə qədər olur. İkinci halda bizə deyir ki, qütblərin yerini dəyişdirmək lazımdır. Onda buradan qütbləri silirsiniz. Müsbətlə mənfini silirsiniz, yerini dəyişdirirsiniz. Müsbəti bura qoyursunuz, mənfini bura qoyursunuz. Gəlin baxaq. Cərəyan yenə müsbətdən verilməlidir. Cərəyanı müsbətdən versək, cərəyan gəlir, bax, yuxarıdan keçə bilməz. Nəyə görə keçə bilməz? Çünki dedik ki, yarım keçici diod iti ucu istiqamətlə cərəyan buraxır. Amma buradan gələn cərəyan onun əksi istiqamətində getmək istəyir. Demək, yuxarıdakı diod qoymur yuxarı qoldan cərəyan keçsin. Onda yuxarı qol getdi işinə. Buradan cərəyan keçmir. Cərəyan gəlib hardan keçir? Yalnız aşağı qoldan keçib gedir. Düzdür? Onda ikinci halda bu R ilə R bir-birinə ardıcıl deyil. Onda ikinci halda müqaviməti tapsaz, onları topladınız, elədi 2 yer. Fikir verin. Müqavimət nə oldu? Müqavimət artdı. Dövrənin ümumi müqaviməti artdı. Görə elə bir cavab varmı? Dövrənin ümumi müqaviməti artar. Bəli, 6 düzgün cavabdır. Sonra keçdik cərəyan şiddətini hesablayaq. Cərəyan şiddətdə ohm qanunundan bilirsiniz ki, U bölünsün R ilə təyin olunur. Düzdürmü? Mənbənin gərginliyi sabitdir. Ümumi müqavimət artdısa cərəyan nə etməlidir? Azalmalıdır, tərs asılıdır. Demək, ampermetrin göstərişi onda azalmalıdır. Cavab 1 ilə 6 C variantı. Keçdik növbəti suala. Verilmiş kütləli ideal qaz molekullarının orta kinetik enerjisinin qazın həcmindən asılı qrafiki verilib. Hansı ifadələr doğrudur? Bilirsiniz ki, molekulların orta kinetik enerjisinin düsturu 2-də 3 KT ilə təyin olunur. Tez yazdınız bura 2-də 3 KT. İndi fikir verin. K onsuzda Boltzmann sabitdir, sabit kəmiyyətdir. Onda kinetik enerjinin sabit qalması üçün mütləq temperaturda sabit qalmalıdır da. Çünki kinetik enerji temperaturla düzasılıdır axı. Onda demək, burada kinetik enerji sabit qalıbsa, demək, onda temperatur sabit olub. Bunu tez qeyd elədiniz. Bəs temperatur sabit olubsa, bu proses hansı prosesdir? İzotermik prosesdir. Bax, bunu görün, hansı gözəl metodla biz təyin elədik. Bax, izotermik prosesdir. İndi gəlin baxaq. İzotermik prosesdə Mendeleyev-Klaperon tənliyinə görə PV nəyə bərabərdir? Kiçik M bölünsün böyük M RT. İndi fikir verin. Burada verilmiş kütləli ideal qazdan söhbət gedir. M onsuzda sabitdir. Molyar kütlə sabitdir. N universal qaz sabitdir. Bunları atdınız getdi. Onda qısa şəkildə PV nə ilə mütənasib oldu? T ilə mütənasib oldu. Buradan təzyiqi tapmaq istəsəz, təzyiq mütənasib olacaq. T bölünsün V ilə. İndi diqqətlə baxırsınız. Temperatur sabitdir. Amma fikir verin. Həcm nə olub? Artıb. V0-dan 4V0-a gəlib. Yəni, həcm 4 dəfə artıb, sonra təzyiq nə etməlidir? 4 dəfə azalmalıdır, tərs asılıdır. Demək, qazın təzyiqi 4 dəfə azaldı. Amma temperatur nə oldu? Sabit qaldı. Cavab 2-4 Y variantı. Növbəti sual. Bir-birinə paralel yerləşdirilmiş 2 turmalin kristalının simmetriya oxları arasındakı bucağı bu bucağın yarısı qədər artırdıqda sistemdən keçən işığın intensivliyi 0-a qədər azalır. Turmalin kristalının simmetriya oxları arasındakı bucağın əvvəlki qiymətini hesablayın. Bu polyarizasiya hadisəsidir. Polyarizasiya hadisəsi işığın eninə dalğa olduğunu isbat edən hadisələrdən biridir. Və biz demişdik ki, 2 dənə turmalin kristalı olurdu. Həmən turmalin kristalının oxları arasındakı bucağa biz alfa desək, alfa 90 dərəcəyə bərabər olanda ikinci turmalin kristalından işıq keçmirdi. Yəni, burada işığın intensivliyi 0-a bərabər olurdu. Amma turmalin kristalının oxları arasındakı bucaq 0 dərəcə olanda artıq bu sistemdən keçən işığın intensivliyi nə olurdu? Öz maksimal qiymətini alırdı. Bunu qayda olaraq mütləq bilməlisiniz. Demək, bucaq 90 dərəcə olanda işığın intensivliyi 0 olur. Turmalin kristalının oxları arasındakı bucaq 0 dərəcə olanda işığın intensivliyi öz maksimal qiymətini alır. Gəlin baxaq. Deyir ki, oxlar arasındakı bucağı bu bucağın yarısı qədər artırdıqda. Siz qəbul eləsəniz ki, oxlar arasındakı bucaq əvvəl alfa idi. Alfanı deyir, bunun yarısı qədər artırdın. Yəni, alfanın üzərinə gəldin, alfanın yarısı bərabərdir. Deyir, bax, bu prosesi tətbiq edəndə sistemdən keçən işığın intensivliyi 0-a qədər azalır. Yəni, 0 olur. İşığın intensivliyi bucaq nə olanda 0 olurdu? Bucaq 90 dərəcə olanda 0 olurdu. Demək, bu artımdan sonra bucaq
90 dərəcə olub ki, intensivlik 0 olub. Bunu bərabər elədim 90-a. Onda buradan hesablama aparsaq, 3 alfa bölünsün 2 bərabərdir 90, alfa bərabər 60 dərəcə. Cavab B variantı. Növbəti sual. Cisim səthə paralel yönəlmiş sabit F dartı qüvvəsi ilə üfüqi səthdə bərabər sürətlə hərəkət edir. Gəlin baxaq, elə tələsmədən bir-bir yazaq. Bax, birinci halda tez qeyd edirsiniz. Bax, üfüqi səth demir, burada tez birdən üfüqi səth çəkirsən. Üfüqi səthin üzərində gətirib M kütləli cismi yerləşdirirsən. Düzdür? Deyir, buna F qüvvəsi tətbiq olunanda bu bərabər sürətlə hərəkət edir. Yəni, sürətin sabit olduğunu tez burada vurğulayırsan və burada səth sürtünməlidir. Çünki sürtünmə əmsalını bizə verib də, demək onda səth sürtünməlidir. İndi onda hərəkətin əksi istiqamətində bir də bu cismə sürtünmə qüvvəsi təsir göstərir. Düzdürmü? Onda burada tez yazırsan, əgər bərabər sürətli hərəkətdirsə, bilirsiniz, dartı sürtünməyə bərabər olur. Onda F burada nəyə bərabərdir? F sürtünməyə bərabərdir. Üfüqi səthdə də bilirsiniz ki, sürtünmə qüvvəsi müəmcə ilə tapılır. Onda F qüvvəsinin müəmcə olduğunu buradan tapdıq. Düzdür? Bunu yadımızda saxlayırıq. İkinci halda, tez burada ikinci halı yazırsınız. İkinci halda deyir, dartı qüvvəsini 3F elədin. Onda yenə üfüqi səth çəkirsən burada. Üfüqi səthi qeyd elədin. Yenə bayaqçı kimi. Eyni cisimdən söhbət gedir də. Eyni M kütləli cismi gətirib yerləşdirdim bura. Amma bu dəfə cismə tətbiq olunan dartı qüvvəsini 3F qeyd eləməlisən. Çünki şərtdə bizə onu deyir. Bir də hərəkətin əksi istiqamətində burada yenə nə var? Sürtünmə qüvvəsi var. Sürtünmə qüvvəsi kütlə dəyişməyib. Onsuz yenə müəmcədir. Amma buradan 3F hesablamaq istəsəniz, baxın, bir dənə F müəmcə idisə, 3 dənə F nə qədər olmalıdır? 3 müəmcə olmalıdır da. Onda demək dartı qüvvəsi də 3 müəmcədir. İndi fikir verin. Dartı qüvvəsi bu dəfə sürtünmə qüvvəsindən böyük olmuş oldu. Onda demək bu cisim böyük qüvvə istiqamətində bir A təcili aldı. Demək sağa doğru bir A təcili almış oldu. Təcili biz necə hesablayarıq? Təcili hesablamaq üçün əvəzləyici qüvvənin düsturundan istifadə etməliyik. Bilirsiniz də əvəzləyici qüvvənin düsturu MA-dır. Buradan A bərabər olacaq F əvəzləyici bölünsün M. Əvəzləyici qüvvəni müəllim necə tapaq? Baxın, 3F-nə F sürtünmə nə olub? Əks istiqamətdə yönəlib. Qüvvələr əks istiqamətdə yönələndə əvəzləyicini tapanda çıxırsınız, böyükdən kiçik çıxırsınız. Yəni 3F-dən, 3 müəmcədən nəyə çıxmaq lazımdır? Müəmcəyə çıxmaq lazımdır. Bir də bölünsün nə var? M var. İndi M-ləri mötərizə xaricinə çıxarsanız bu M-lər getdi. Qaldı 3 müj çıx müj. Bu da elədi 2 müj. Bunu da hesablasaz müj 0,1-dir. Onu 10-a vursaz, elə cavab eləcək 2 metr böl saniyənin kvadratı. Cavab B variantı. Baxın, bu da maraqlı və öyrədici suallarımızdandır. Keçək növbəti suala. İşıq dalğasının uzunluğu hansı cihazla ölçmək olar? Bunu əzbərdə yadda saxlamalısınız ki, difraksiya qəfəsi özü işığın dalğa uzunluğunu təyin etmək üçün istifadə olunan cihazlardan biridir. Nəyə görə istifadə olunur? Çünki difraksiya qəfəsində yadınıza gəlirsə, D sinus fi nəyə bərabər olurdu? K vurulsun lambdaya. Buradan dalğa uzunluğunu tapmaq istəsəz, lambda bərabər olur D sinus fi bölünsün nə? K. İndi burada maksimum və yaxud da minimum tərtib bizə məlum olanda, qəfəsin periodu D bizə məlum olanda, meyletmə bucağının sinusu bizə məlum olanda artıq biz oradan nə edirik? Dalğa uzunluğunu hesablaya bilirik. Demək, doğru cavab B variantı. Növbəti sual. 16-cı suala baxırıq. Mütləq sındırma əmsalı 1.5 olan mühitdə işığın yayılma sürəti neçə metr böl saniyəyə olar? Bilirsiniz, hər hansısa bir mühitdə işığın yayılma sürəti onun vakuumda yayılma sürətindən sındırma əmsalı dəfə azdır. Yəni, V bərabər C bölünsün N-dir. Burada işıq sürəti şərtdə verib 3 vurulsun 10 üstü 8-dir. Sındırma əmsalı 1.5-dir. Buradan bölünməni aparsaq olacaq 2 vurulsun 10 üstü 8 metr bölünsün saniyə. Cavab B variantı. Növbəti sual. Sürət proyeksiyasının zamandan asılı qrafikləri verilmişdir. 6-cı saniyədə A cisminin B cisminə nəzərən sürətinin proyeksiyasını təyin edin. A-nın B-yə nəzərən sürətini tapanda X oxu üçün biz nə yazırdıq? A-nın sürəti çıxılsın B-nin sürəti. Düzdürmü? Demişdim də birinci hansı hərf gəlibsə o hərfi birinci yazırdım. Yəni A çıxılsın B yazırdım. Başqa da bunu belə tapa bilərsiniz ki, baxın burada həm A cisminin qrafiki, həm də B cisminin qrafiki hər ikisi zaman oxundan yuxarıda yerləşir. Onda demək bu cisimlər hər ikisi
x oxu bu x oxu olsa, demək bu cisimlər hər ikisi x oxu istiqamətində gedir. Düzdürmü? Sürətlər eyni istiqamətdə olanda biz nisbi sürət tapanda nə edirdik? Bir-birindən çıxırdıq da. Amma A-nın B-yə nəzərən sürətini soruşduğundan A-nın sürətindən B-nin sürətini tapmalısan. Özü də 6-cı saniyənin sonunda. Gətirib 6-cı saniyənin sonunu buradan qeyd edirsən. Düzdürmü? 6-cı saniyənin sonunda A cisminin sürəti nə qədər olub? Onu sürət oxuna sürüşdürsən. İndi burada hər dama 1 metr böl saniyədir də. Baxın, bu oldu 1. Bir dama yuxarı qalxdın oldu 2. Bir dama yuxarı qalxdın oldu 3 metr böl saniyə. Demək, A cisminin sürəti nə qədər olub? 3 metr böl saniyə olub. Yazdım 3. Çıxılsın. B-nin sürətində sürüşdürsən sürət oxuna. Bu nə qədər olub? Bu da 6 olub. Onda yazdım 3 çıxılsın 6. Bu da elədir -3 metr böl saniyə. Cavab B variantı. Növbəti sual. Qayışlı ötürmə ilə fırladılan çaxların periodlarını müqayisə edin. Yadınızda saxlayın. Qayışlı ötürmədə sürətlə bu qayışın getdiyi yollar nədir? Sabitdir. Bunları tez qeyd edirsiniz. Əlavə olaraq mütləq yadda saxlamaq lazımdır ki, qayışlı ötürmədə yalnız perioddur ki, bu disklərin radiusu ilə düz asılıdır. Qalan bütün kəmiyyətlər, təcil, omega, tezlik, dövrlərin sayı, bunlar radiusdan tərs asılıdır. Bu da hamısı düsturdan gəlir də. Məsələn, gəlin bir dənə periodu mən sizin üçün isbat edeyim. Xətti sürətin düsturu nədir? V bərabərdir 2 pi r bölünsün t'dir. Bu düsturdan tez t'ni tapsaz, t bərabər olacaq 2 pi r bölünsün v. Düzdürmü? İndi fikir verin. Qarşılı ötürmədə v sabitdir. Pi onsuz da sabit qiymət alır. Onda periodla radius nə oldu? Düz mütənasib asılı olmuş oldu. Qalan o biri kəmiyyətlərdə hamısının özünüz aslılığını çıxarda bilərsiniz. Onda düz mütənasib asılığın riyazi ifadəsini tez yazırsınız ki, TA bölünsün TB bərabərdir. RA bölünsün RB bərabərdir. A diskinin radiusu R'dir, B'də 2R'dir. Onda yazırsınız R bölünsün 2R. R'lər getdi, qaldı 2-də 1. Çarpaz vursanız oldu TB bərabərdir 2TA. Cavab C variantı. Növbəti sual. Sabit qüvvə ilə dartılan tilizin üzərindəki M kütləli yükü götürdükdə təcili necə dəyişər? Baxın, hələ M kütləli yük götürülməmişdən əvvəl sistemin ümumi kütləsi nə qədər idi? M, bir də 2M. Yəni, birinci halda sistemin ümumi kütləsi 3M idi. Düzdürmü? Sonra deyir, M kütləsini götürdüm. Artıq M kütləsinin atdığı getdi, nə qaldı? 2M qaldı da. Demək, ikinci halda sistemin kütləsi nə qədər oldu? 2M oldu. Düzdür? İndi qüvvə hər bir halda sabitdir. Onda F bərabər MA. MA. A bərabərdir. F əvəzləyici bölünsün M. İndi burada təcillə kütlə necə asılıdır? Tərs asılıdır. Onda tez-tərs mütasib asılığın riyazi ifadəsini yazırsan. A1 bölünsün A2 bərabərdir. M2 bölünsün M1. M2 2M1. M1 3M'dir. Düzdür? M'lər getdi. Buradan çarpaz vursaz A2 bərabər olacaq 1,5 A1. Düzdürmü? İndi fikir verin. İkinci halda təcil birinci haldakı təcildən 1,5 dəfə çox oldu. Demək, təcil nə oldu? 1,5 dəfə artdı da. Cavab D variantı. Növbəti sual. Yer səthində A nöqtəsində olan cismə təsir edən ağırlıq qüvvəsinin istiqamətini göstərin. Ağırlıq qüvvəsi bildiyiniz kimi həm sərbəst düşmə təcili, həm də ağırlıq qüvvəsinin istiqaməti həmişə yerin mərkəzinə doğru olmalıdır. Yerin mərkəzi burada bir O nöqtəsi desək orada yerləşir. Onda burada ağırlıq qüvvəsinin istiqaməti olacaq 3 istiqamətində Y variantı. Bu sualı hazırlamaqda məqsəd odur ki, burada şagirdlər bəzən 4 istiqamətində götürə bilir. Deyir, müəllim, aşağı olur da ağırlıq qüvvəsi həmişə. Amma aşağı deyəndə biz həmişə yerin mərkəzini nəzərdə tuturuq. Burada yerin mərkəzinin istiqamətini göstərən 3-dür də, düzdür? Onda cavab olacaq Y variantı. Növbəti sual. Çubuğun sərtliyi onun uzanmasından asılığını göstərir. Sərtliyinin uzanmadan asılığını istəyir. Yadınızda saxlayın. Çubuğun sərtliyi üçün K bərabər SC bölünsün L0-dan istifadə edirik. Çubuğun sərtliyi həmişə onun materialının növündən və yaxud da həndəsi ölçülərindən asılı olur. Mütləq yadda saxlayın. Yəni, həndəsi ölçüləri deyəndə çubuğun enkəsinin sahəsidir, başlanğıc uzunluğudur, bir də yum moduludur. Qalan qüvvədən və uzanmadan asılı deyil. Cavab D variantı. Növbəti sual. F qüvvəsinin təsiri ilə T müddətində cismin impulsu delta P qədər dəyişmişdir. 2F qüvvəsinin təsiri ilə bu cismin impulsu 3T müddətində nə qədər dəyişər? Birinci halda tətbiq olunan qüvvə F-dir, zaman dəyişməsi T-dir. Düzdür? Bilirsiniz də,
qüvvə impulsu və yaxud da impuls dəyişməsinin düsturu F vurulsun delta T ilə təyin olunur. Birinci halda elə qüvvə F-dir, delta T də zaman dəyişməsi də T-dir. Onda birinci halda delta P nəyə bərabər oldu? F vurulsun T-yə bərabər oldu. İkinci halda, indi bu dəfə yazırsan, ikinci halda impuls dəyişməsi, yəni qüvvə impulsunu bilmədiyindən bunu hesablayırıq. İkinci halda qüvvə 2F olub, vur. Zaman dəyişməsi nə qədər olub? 3T olub. Bunun da yerinə yazdım 3T bərabərdir. Burada tapdınız ki 6FT eləyir. Düzdürmü? İndi fikir verin. Bir dənə FT delta P'yə bərabərdirsə, onda 6 dənə FT nəyə bərabər olmalıdır? 6 delta P'yə bərabər olmalıdır da. Demək, ikinci halda impuls dəyişməsi olub 6 delta P, cavab D variantı. Növbəti sual. A nöqtəsində sükunətdə olan cismə tez qeyd edirsən ki, bu sükunətdə isə bunun başlanğıc sürəti yox idi. F qüvvəsi təsir edir və o sürtünməsiz hərəkət edir. C nöqtəsində cismin kinetik enerjisinin B nöqtəsindəki kinetik enerjisindən nisbətini tapın. Yəni, bu kinetik enerjinin C nöqtəsindəki qiymətinin B nöqtəsindəki qiymətlə nisbətini soruşur. Bərabər sual. Bir də əlavə olaraq BC-nin 3AB olduğunu burada bizə vurğulayıb. Yəni, burada BC məsafəsinə, uşaqlar, daha doğrusu AB məsafəsinə biz bir S desək, BC məsafəsi 3 dəfə çoxdur da, onda olacaq 3S. Düzdür? Bunları artıq qeyd edəndən sonra məsələni həll edə bilərik. Gəlin, getdik. İndi baxıb suala analiz edəndən sonra görürsünüz ki, qüvvə var. Kinetik enerjini istəyir. Getdiyi yol və yaxud da yer dəyişməsi məlumdur. Düzdür? Onda biz hansı teoremdən istifadə etməliyik? Təbii ki, kinetik enerjinin dəyişməsi haqqında teorem. Bilirsiniz ki, əvəzləyici qüvvənin gördüyü iş nəyə bərabərdir? Kinetik enerjinin dəyişməsinə bərabərdir. Düzdür? İndi burada iş görən nədir? F qüvvəsidir də və müəyyən bir yer dəyişmədə, məsələn, S yolunda iş görür. Ona görə işin yerinə yazırsınız F vur S bərabərdir. Delta YK nədir? Son kinetik çıxılsın, başlanğıc kinetik. Düzdürmü? Bunun başlanğıc sürəti nə olub? 0 olub da. Onda başlanğıc kinetiki də bunun 0 olub. Onda buradan tapırsınız ki, kinetik enerji nəyə bərabərdir? F vurulsun S hasili ilə tapılır. Hər bir halda F qüvvəsi sabitdir. Düzdür? Onda deyirsiniz ki, müəllim, F qüvvəsi sabitdirsə, kinetik enerji bu cismin yer dəyişməsi ilə düz mütənasib asılıdır. Onda gəlin yazaq. Onda C-dəki kinetik enerjinin B-dəki kinetik enerjiyə nisbəti nəyə bərabər olacaq? Dedik, axı, yer dəyişmə ilə düzdür. Onda olacaq C-dəki yer dəyişmə bölünsün B-dəki yer dəyişmə. Gəlin, baxaq. Bərabərdir. İndi bu cisim A-dan B-yə gələndə S qədər yer dəyişmə icra edir. A-dan C-yə gələndə 4S qədər yer dəyişmə icra edir. Düzdür? Onda SC nədir? A-dan C-yə gələrkən etdiyi yer dəyişmədir. O nə qədərdir? S, bir də 3S-dir, 4S. Düzdür? Bəs B-yə gələndə nə qədər yer dəyişmə icra edir? S qədər yer dəyişmə icra edir. Onda SB-nin də yerinə qoydunuz S. S-lər getdi, cavab qaldı 4, Y variantı. Gördünüzmü? Nisbəti 4 tapdıq. Növbəti sual. 100 Kelvin temperaturda verilmiş kütləli ideal qazın təzyiqi 30 paskaldır. İzobar proses zamanı qazın temperaturu 27 dərəcə Selsi olduqda təzyiqi nə qədər olar? Tez fikir verirsiniz ki, burada izobar prosesdən söhbət gedir. İzobar prosesdə bilirsiniz ki, təzyiq nə olur? Təzyiq sabit qalır. Düzdürmü? Təzyiq sabitdirsə, siz burada temperaturu artırın, azaldın, nə edirsiz eləyin? Təzyiq nə olmalıdır? Dəyişməməlidir. Qazın təzyiqi əvvəl 30 paskal idisə, təzyiq sabit qalıbsa, yenidən 30 paskal olmalıdır. Cavab D variantı. Havanın nisbi rütubəti 100% olduqda psixometrin quru və yaş termometrlərinin göstərişini müqayisə edin. Yadınızda saxlayın. Əgər nisbi rütubət 100%-ə bərabər olubsa, demək onda havadakı buxar doyan buxar halına çatıb. Yəni doyan buxardır. Və psixometrin quru termometrinin göstərişi ilə yaş termometrinin göstərişi bərabərləşib. Bax, bu nisbi rütubətin 100% olduğu hala uyğun biz bu məlumatları bilməliyik. Bax, təkrar edirəm. Nisbi rütubət 100% olanda buxar həmişə doyan buxardır və psixometrin quru ilə yaş termometrin göstərişləri bir-birinə bərabər olur. Hansı halda? Nisbi rütubət 100% olanda. Cavab D variantı. Növbəti sual. AB bərabər 2BC olarsa, A nöqtəsində bir cins elektrik sahəsinin potensialını hesablayın. Gəlin məsafələri qeyd eləyək.
Məsələn, BC məsafəsindən uşaqlar özünüzdən bir D məsafəsi desəniz, AB 2BC olduğundan onda AB məsafəsi nə olmalıdır? 2D olmalıdır. Bunları tez qeyd elədiniz. İndi burada məsafə var. Bir də sahənin potensialları bizə məlumdur. Bilirsiniz də intensivliyin düsturu Y bərabərdir. U bölünsün D ilə təyin olunur. Burada gərginlik ilə potensiallar fərqi olduğundan, məsələn, burada F1 çıxılsın, F2 bölünsün D ilə də gedə bilərsiniz. Düzdürmü? İndi gəlin bu yazdığımız düsturu bir dəfə A və B nöqtəsi üçün tətbiq edək. Bir dəfə də B və C nöqtəsi üçün tətbiq edək. A nöqtəsinin potensialını bilmirəm. Ona görə yazdım phi A. B nöqtəsinin potensialı 10 voltdur. C nöqtəsinin də potensialı 6 voltdur. Gəlin getdik. Birinci halda dedik nəyə tətbiq edirik? Bu düsturu A və B nöqtəsinə. Onda tez yazırsınız phi A çıxılsın phi B. Böl onların arasındakı məsafə. A ilə B nöqtəsi arasındakı məsafə nə qədərdir? 2D'dir. Onda yazırsınız phi A çıx phi B bölünsün 2D. Bərabərdir. A nöqtəsinin potensialını bilmirsiniz. Amma B nöqtəsinin potensialı 10 voltdur. Tez qoydun yerinə 10 bölünsün 2D. Bunu belə saxladıq. Bir də nə üçün hesablamalıyıq? B və C nöqtəsi üçün hesablamalıyıq. Onda ikinci halda intensivliyi hesablamaq üçün yazırsınız. Phi B çıxılsın phi C böl. B ilə C arasındakı məsafə nə qədərdir? D'dir də. Onda bunu da yerinə qoydum D. Bərabərdir. B nöqtəsinin potensialını bilirsiniz 10 voltdur. Çıxılsın. C-nin də potensialı 6 voltdur. Bunu da yerinə qoydum 6. Bölünsün D. Digər tərəfdən sahəyə baxırsınız ki, qüvvə xətləri bir-birinə nədir? Paraleldir. Yəni bu bircins elektrik sahəsidir. Bircins elektrik sahəsində bu nöqtələrin hər birində intensivliklər nədir? Bərabərdir də. Onda tapdığın bu Y1 ilə Y2-ni bərabərləşdirə bilərsən. Onda yazırsan tez. Y1 bərabərdir Y2. Y1 üçün aldığımız ifadə phi A çıxılsın 10 bölünsün 2D'dir. Bərabərdir. Y2 üçün aldığımız ifadə 10 çıxılsın 6 birbaşa yazaq da. 4 böl D'dir. D'lər hər tərəfdən getdi. 2 4-ün 8 üzərinə 10 gəlsə elədi 18. Demək A nöqtəsinin potensialı 18 volt olmuşdur. Cavab C variantı. Növbəti sual. Yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılmış kondensator. Bax, az öncə bu tipdə bir sual işlədik. Dedi ki, yükləndikdən sonra mənbədən ayrılmış kondensator sözünü gördüksə, tez nə etməliyik? Yükün sabit olduğunu vurğulamalıyıq. Çünki yüklənib ayrılıb da, yük sabitdir. Düzdür? Deyir, intensivliyin köynəklər arasındakı məsafədən asılığını tap. İntensivliyin düsturu nədir? Y bərabərdir U böl D'dir. Götürüb burada deyə bilməzsiniz ki, intensivlik məsafədən tərs asılıdır. Çünki bizə gərginliyin sabit olduğu məlum deyil. Bizə yükün sabit olduğu məlumdur. Düzdür? Onda demək biz bu düstura yükü gətirməliyik də. Çünki hansı kəmiyyət sabitdirsə, düsturda həmişə o kəmiyyət yer almalıdır. Gəlin gətirək. Baxın, Q bərabər CU. Buradan gərginliyi təyin edəsiniz. U bərabərdir Q bölünsün C. Onda U-nun yerinə gətirib nə qoyursunuz? Q bölünsün C. C düşdü aşağı. Vurulsun D. Bərabərdir. Getdik. Q qaldı. Müstəvi kondensatorun tutumu epsilon 0 S bölünsün D ilə təyin olunur. Vur D. D'lər getdi ixtisar. Onda ifadə nə qaldı? İfadə qaldı Q bölünsün. Epsilon 0 S. Bax, gördünüzmü? Bunu biz özümüz çıxartdıq. Əzbər bilmirdik ki, düsturdan yerinə qoyub tapdıq da. İndi burada D'lər ixtisar getdi. Düsturda məsafə yer almadı. Düsturda məsafənin yer almaması o deməkdir ki, demək intensivlik D-dən asılı deyil də, D'lər ixtisar getdi. İntensivlik asılıdır nədən? Sahə ilə tərs asılıdır. Demək onda burada cavab nə oldu? Cavab intensivliyin D-dən asılı olmadığı variant C variantı. Növbəti sual. Dövrəyə qoşulmuş elektrolitdən keçən cərəyan şiddətinin qiymətini hesablayın. Gəlin hesablayaq. Baxın, bu elektrolitlə bu yuxarıdakı rezistor necə birləşib? Paralel birləşib. Mənbənin də gərginliyi 200 voltdur. Mən sizə demişəm ki, paralel birləşmədə gərginliklər bərabər olmalıdır. Onda mənbənin gərginliyi 200-dürsə, onda yuxarı qola da düşən gərginlik 200 voltdur. Aşağı qola düşən gərginlik də 200 voltdur. Bunu qeyd edirsiniz. Çünki paralel birləşmədir axı. Düzdür? Gəlin baxaq. İndi mən burada özümlə yuxarı qola gedən cərəyana bir I1 cərəyanı dedim. Yuxarı qola I1 cərəyanı getdi. Aşağı qola gedən cərəyana da I2 cərəyanı dedim. Çünki fərqli cərəyanlar gedir də. Müqavimətlər axı fərqlidir. Bilmirsən də yuxarı və aşağı qolun müqaviməti nə qədərdir.
Gəlin yuxarı qola gedən cəryanı hesablayaq. Çünki yuxarı qolun müqaməti məlumdur axı bizə. Ohm qanunu necə ifadə olunur? I1 bərabərdir, yazacağım U bölünsün R1 bərabərdir. Yuxarı qolun gərginliyi nə qədərdir? 200 voltdur. Onda tez qeyd elədim 200 gərginliyi yerinə. Yuxarı qolun müqaməti 20-dir. Gətirib qoydum bura 20. Onda tapdın ki, yuxarı qola 10 amper cəryan gedir. Fikir verimdir. Aşağıdan 15 amper cəryan gəlirdi. Bax, 15 amper gəlirdi. Düzdür? Əgər I1 cəryanın 10 amper tapdınsa, demək yuxarı qola nə qədər cəryan gedib? 10 amper cəryan gedib. İndi fikir ver. 15-in 10'u yuxarı qola getdisə, aşağı qola nə qədər qaldı? 5 amper qaldı da. Demək, aşağı qola gedən cəryan 5 amper olub. Yəni, elektrolitdən 5 amper cəryan keçib. Cavab D variantı. Sonra, 29-cu sual. Maqnit sayəsində protona təsir edən Lorentz qüvvəsinin istiqamətini müəyyən edin. Lorentz qüvvəsinin istiqamətini bilmək üçün biz maqnit induksiya vektorunun istiqamətini bilməliyik. Onu da siz bilirsiniz ki, sabit maqnitlərdə qüvvə xətləri həmişə maqnitin xaricində N-dən çıxır, S-ə daxil olur. Bax, gördünüzmü? N-dən çıxdı, S-ə daxil oldu. İndi, Lorentz qüvvəsi sol əl qaydası ilə tapılır. Sol əli elə tətbiq edirsən ki, B ovud izinə daxil olur. 4 barmaq sürətin istiqamətini göstərir. 90 dərəcə açılmış baş barmaq Lorentz qüvvəsinin istiqamətini göstərəcəkdir. İndi mən bunu şəkildə əl qaydasını tətbiq edib göstərə bilmirəm. Amma mən dedikcə siz tətbiq edirsiniz tez. 4 barmağı sürət istiqamətində tutdun. B ovud izinə daxil olmalıdır. B ovud izinə daxil oldu. Onda 90 dərəcə açılmış baş barmağın aşağını göstərdi. Düzdür? Onda demək, aşağı nə deməkdir? Yəni, bizdən şəkil müstəvisinə doğru. Bizdən şəkil müstəvisinə doğru da oldu nə? C variantı, yəni X şəklində. Sonra 30-cu suala baxırıq. Parçalanmamış nüvələrin nisbi sayı zaman qrafikləri göstərilmişdir. Yarım parçalanma periodlarını müqayisə edin. Gəlin müqayisə edək. İndi burada sadəlik naminə başa düşəsiniz deyə. Mən zaman oxunu biraz uzadacağım. Gəlin uzadaq zaman oxunu. Zaman oxunu uzatdıq. Hətta gəlin biraz da uzadaq. Zaman oxunu neylədik? Biraz uzun çəkdik. Nəyə görə? İndi mən sizə deyəcəm. Baxın, fikir verin. Əvvəl nüvələrin başlanğıc sayını N0 qəbul edirəm. Fikir verin. Zaman keçdikdə nüvələrin sayı nə olur? Azalır. Sıfıra düşmək istəyir. Bax, hətta sıfıra düşdü. Bax, bu da gəldi sıfıra düşdü. Bu da gəldi sıfıra düşdü. Düzdür? Gəlin görək bunların hansı daha gec parçalanır və yaxud da daha tez parçalanır. Bax, üçüncüyə fikir versəz, üçüncü nüvələr neyinir? Gəlir, tez sıfıra düşür. Düzdür? İkincini tamamlasaz, ikinci gedib biraz daha gec sıfıra düşmüş olur. Birinci nüvələr ondan da gec gedib sıfıra düşür. Düzdürmü? Demək onda bu olsun üçüncünün tam parçalanmasına sərf olunan zaman T3. Bu olsun ikincinin tam parçalanmasına sərf olunan zaman T2. Bu da olsun T1. Fikir verin. Hansının tam parçalanması üçün daha çox zaman keçdi? Birincinin. Onda yazırsan T1 böyükdür, sonra ikincidir, sonra üçüncüdür. T3, düzdürmü? Yarım parçalanma periodunun da nə olduğunu siz başa düşməlisiniz. Bax, yadınıza saxlayın, yarım parçalanma periyodu nüvələrin yarısının parçalanmasına sərf olunan zamandır. Bax, adından göründüyü kimi, yarım parçalanma periyodu. İndi fikir verin, bu nüvələrin hansı daha gec parçalanıbsa, onda demək, onların elə yarısı da daha gec parçalanar da. Razısınız məndən? Və yaxud, hansı daha tez parçalanıbsa, demək, onların elə yarısı da tez parçalanmalıdır. Onda demək, siz həmişə bu tip məsələlərdə yarım çevrilmə periyodunu elə zamanla düz mütənasib kimi qəbul edə bilərsiniz. Onda demək, burada zamanları necə müqayisə eləmişiksə, periyodları da elə müqayisə eləməliyik. Onda olacaq T1 böyükdür T2, o da böyükdür T3. Cavab A variantı. Bu da belə öyrədici və maraqlı tipli suallarımızdan idi. İzahımız bitdi. Ümid edirəm, bu sınaqda da siz nələrsə öyrəndiniz. Sizə müəyyən qədər faydamız dəymiş oldu. İzlədiyiniz üçün təşəkkür edirəm. İzləmədə qalın. Şans imtahanına qədər bizim çoxlu burada sınaqların mən sizin üçün izahlarını çəkəcəm. Çox sağ olun, minnətdarım.